Sumqayıt şəhərində yol infrastrukturu və şəhər təsərrüfatının yenilənməsi istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir. Şəhərin müxtəlif ərazilərində aparılan abadlıq və təmir tikinti işləri sakinlərin gündəlik həyatına müsbət təsir göstərir. Bu çərçivədə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Abadlaşdırma Təmir Tikinti İdarəsi tərəfindən Bakı küçəsində asfaltlanma işlərinə start verilib. Artıq əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Köhnə örtüyün yenilənməsi istiqamətində intensiv işlər aparılır. Görülən işlər şəhərin yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Abadlaşdırma Təmir Tikinti İdarəsinin fəaliyyəti son illərdə xüsusilə diqqət çəkir. Şəhərin müxtəlif küçə və prospektlərində aparılan yenidən qurma işləri, yolların əsaslı təmiri və abadlaşdırma tədbirləri Sumqayıtın simasının müasirləşməsinə böyük töhfə verir. Bu qurumun əməkdaşlarının əziyyəti nəticəsində bir çox problemli ərazilər qısa müddətdə yenilənərək istifadəyə verilib. Eyni zamanda uzun illərdir sakinlərin narahat edən məsələlərdən biri də öz həllini tapıb. Belə ki, Sumqayıt şəhər sakinlərinin çoxdan arzuladığı məqamlardan biri mero yolu kimi tanınan ərazidə küçələrin işıqlandırılması artıq təmin olunub. Ərazidə müasir işıq dirəkləri quraşdırılıb və gecə saatlarında hərəkət edən vətəndaşların təhlükəsizliyi xeyli dərəcədə artırılıb. Bu işlər Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə İşıqları İdarəsi tərəfindən həyata keçirilib. Qurumun əməkdaşları tərəfindən qısa müddətdə görülən işlər nəticəsində ərazi tam işıqlandırılıb və sakinlərin rahat gediş-gəlişi təmin olunub. Şəmsdən Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.